İlk önce tədbirimize başlamamışdan önce isterdim Azərbaycanımızın ərazi bütövlüyü uğrunda, suverenliyi uğrunda, müstəqilliyi uğrunda öz şirin canlarına keçən igid qəhrəman şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edir. Şəhidlərimizin məqamını uca eləsin. Bəli, bugün bizim igid qəhrəmanımız Məşədi Elmir qardaşımızın hanım gününə yetişmiş. Mən burada elə bir şəhidlərin bəziləri ilə salam əleykum olur, münasibətim olur, dostluğum olur, yoldaşlığım olur. Elmir de o insanlardan biridir. Bu Məşədiyə gedəndə dedi ki, müəllim, ürəyin nə istəyir oradan sağ alım gətireyim? Dedim ki, Elmir, mən həmişə təsbih dəlisi olmuşam. Mən oradan qəşəng bir dənə təsbih alıb gətirərsən və gətirərsən. Getdi. Dedim, indi söz yutdan, Elmir də dedi, getdi. Amma gələndə o mənə zəng elədi ki, müəllim, gəlmişəm. O dediyin hədiyyəni də gətirmişəm. Gəldim, o təsbihi ondan aldım. İndi də onu evdə ən gözəl bir yerdə saxlayıram. Elmir qardaşımız özü, yəni onu tanıdığım üçün deyirəm. Onun həmişə ən sözünün əvvəli, axırı bu idi ki, Allah eləyə bir dənə müharibə ola. Bu 1-ci Qarabağ müharibəsində bizim nə Ali Başkomandanımız olmadı, nə silahımız olmadı. İndi Allah eləyə müharibə başlaya, biz gedək Ermənidən o qisasımızı alaq. O çiynimizdən o yükü götürək. Biz danışa bilmirdik ki, biz Azərbaycanlıyıq. O sözü deyən kim o saat deyirdilər, qalmışsınız 5 dənə erməninin əlində. Mən bu baxımla deyirəm ki, şərəfimiz, qeyrətimiz, namusumuz qayıdıb özümüzə. Bax, bu oğulların sayəsində. Həmişə oturub söhbət eləyəndə deyirdi ki, mən danışa bilmirəm. Deyirəm, niyə danışa bilmirsən? Deyir, çünki o qıraqdakı dövlətlər, onlar nə bilir ki, bizim silahımız yoxdur, bizim ordumuz yoxdur, hamı ürəklə gedib, amma silah yox, paltar yox, komandanlıq yox. Allaha şükür, amma indi bizim ordumuz da var, komandanımız da var, hər bir şeyimiz var. Sadəcə olaraq bir dənə müharibə ola, biz gedək, öz qisasımızı alaq. Bu oğlanların hamısı öz arzularına saxlayır. O dövrdə çox çətin idi. Amma indi Elmir qardaşımızı dəfələrlə qaytarsalar da o yenə də ürəklə getdi o döyüşə, öz arzusuna da çatdı. Allah məqamını uca eləsin. Allah, mən bir daha deyirəm, burada bizim şəhid ailələrinin işləri üzrə şöbə müdiri Samir müəllim başda olmaqla Quzanlı qəsəbə icra nümayəndəsi, İsmail Bəyli icra nümayəndəsi kollektivi ilə birlikdə iştirak edir. Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyinin rəhbəri Sahib müəllim iştirak edir. Veteranlar Təşkilatının sədri Elşən müəllim iştirak edir. Bizim əziz Abdullayev, cənab Abdullayevimiz burada iştirak edir. Və bizim hər birimizin ürəyimiz olan, canımız olan Xan əmi həmişə burada onun tədbirində çıxış eləyirdi, iştirak eləyirdi. Onun düyünlərin burada yeri görkür. Amma özü burada olmasa da onun ruhu buradadır. Onun qardaşları buradadır. Mən bir daha deyirəm, Bəxtiyar qardaşımdır, Rizvan qardaşımdır. O 1-ci Qarabağ müharibəsində döyüşən əziz dostlarımızı görəndə burada, qardaşlarımızı görəndə
həqiqətən elə bildik ki, xan əmi də bizim yanımızdadır. Bu günlərim onun ruhu buradadır. İsmail Bəyli kəndi çox həmişə bir olan bir kənd olub. Bu günlərimdə orada Şəhidlər Xiyabanında bizim şəhidlərimizin hamısının üstü götürülüb, oranı təşkilatçılığını eləyiblər. O cümlədən Xana əminin böyük bir dənə baryerin orada düzəldiblər. Mən onu düzəldənlərin hər birinə böyük təşəkkürümü bildirirəm. Can sağlığı arzulayıram. Və indi mən sözü Samir müəllimə vermək istəyirəm. Elmir qardaşımızın döyüş yolundan məlumat versin. Əliyev Elmir 1980-ci ildə Ağdam rayonu İsmail Bəyli kəndindən anadan olub və 12-13 yaşında öz doğma kəndindən anasının əlindən tutaraq didərgin düşmüş və daha sonra çadır şəhərciklərində Rüsət xanı ilə söhbət edəndə həmişə deyir ki, onu min bir əzab əziyyətlə böyüdü. Ancaq o hərbi xidmətini 1999-2000-ci illərdə başa vurub, yenidən qayıdır, öz məşğuliyyəti ilə məşğul olur ümumiyyətlə və nəhayət 2020-ci ildə Vətən müharibəsi başlayan zaman mərhum Xana əmi ilə birgə və digər bizim hansı ki, Zahid əmgillərlə, o hansı 1-ci Qarabağ müharibəsinin döyüşçüləri ilə birgə ön xəttdə Ağdam cəbhəboyu ərazilərdə bizim əsgərlərimizin daimi yanında olub. Mən nəyə görə bunu vurğulayıram? Çünki həmin vaxtı bilirsiniz ki, Elmir əminin 40 yaşı var və o bizim əsgərlərimiz daim cəbhədə döyüşürdülər. O komissarlığa getsə də orada nə qədər inadla bildirsə də ki, mən tanıyıram, mən gedim, mən yazın döyüşə gedim. Amma orada bildirmişdilər ki, yəni sizə ehtiyac olarsa, yəni hər hansı bir çatışmazlıq olan zaman sizi dəvət edəcəyik. Və buna baxmayaraq bizim hansı ki, digər Xana əmi ilə mərhum Allah rəhmət eləsin, Xana əmi ilə birgə o yollanırlar cəbhəyə və onlar gecə-gündüz orada bizim öz övladları yaşında olan əsgərlərlə 44 gün demək olar ki, orada ön xəttin mühafizəsində, müdafiəsində iştirak edirlər, yaxından iştirak edirlər və nəhayət noyabr ayının 3-də Ağdam istiqamətində qəhrəmancasına şəhid oldu. Elmir əminin timsalında bizim məhz Ağdamımızın demək olar ki, yüzlərlə elə bir oğlu var ki, yəni bizim şəhidimiz Abbasov Müşfiqi göstərmək olar ki, bizim qəhrəmanımızın döyüş yoldaşı. Onlar məhz noyabr ayının 3-nə qədər onlar bu döyüşlərdə iştirak ediblər. Mən bunu nəyə görə vurğulayıram? Məhz şəhidimiz Abbasov Müşfiqin dəfnində Elmir əmi orada iştirak edib. Və o bilirdi ki, orada yenə də, yəni hansı ki, bu yolun sonunda ölüm də var. Amma o gözünü qırpmadan, anasını düşünmədən, bazılarını, övladlarını, ailəsini düşünmədən o məhz bu ölümə özü, o hansı ki, o döyüşə özü qatıldı. Yenidən o dəfnində iştirak edir və yenidən bir daha qayıdır. Və dəfələrlə biz Allah rəhmət eləsin, Xana əmi ilə söhbət edəndə Elmir əmi haqqında o çox gözəl fikirlər söylüyordu ki, mən ona dəfələrlə dedim ki, görürsən bu ağır bir işdir burada. Yəni ölüm, itim, içki var. Yəni sən ancaq o deyir özü istəyirdi. Məhz özü, yəni o adam barışmırdı ki, bizim torpaqlarımız işğaldan azad olunur. Mən bunu nəyə görə vurğulayıram? Burada uyuyan digər qəhrəmanların hər biri bu yolda demək olar ki, onların hər biri canla, başla, ürəklə, öz heç bir zaman evə, ailə ilə əlaqə saxlayan zaman o hansı ki, kəndlərimiz işğaldan azad olunduqca analarına, atalarına, ailəsinə o xəbərləri sevinclə verirlər. Yəni, bu qəhrəmanları birləşdirən bir dəyər var idi ki, onların içində olan vətən sevgisi digər insanlardan qat-qat üstün idi. Digər vətən sevgisi onların analarına, ailələrinə olan sevgisindən üstün idi. Və 44 günlük vətən müharibəsi isə onların qəhrəmanlığını üzə çıxardı. Zəfəryanı xətlərdə mərhum şəhidimiz Raqub Orucovla və digər qəhrəman oğullarımızla çiyin-çiyinə vuruşdu. Və nəhayət yenə gəldi o düşmən təxribatının demək olar ki, qurbanı oldu. Hansı ki, düşmənin bastırdığı minaya düşərdi. Yəni bu qəhrəmanların həyatı ancaq danışığı, çıxışları, torpaq, bayraq, millət uğrunda oldu. Və bugün şükürlər olsun ki, biz Zəfər bayramı ərəfəsindəyik, astanasındayıq. Bizim bayrağımız daim dalğalanır Xocalımızda, Şuşamızda, Ağdərədə. Bu 5 il ərzində demək olar ki, dünyanın hər yerindən işğaldan azad olmuş şəhərlərimizə
tədbirlər keçirilir. Artıq orada demək olar ki, bizim uyuyan ata-babalarımızın ruhu şaddır. Onların yəni ruhu ona görə şaddır ki, biz heç vaxt onların 30 il ərzində qəbirlərini ziyarət edə bilmirik. Və bizim bəli, döyüşümüz bitib, müharibə bitib, amma missiyamız bitmir. Biz bundan sonra yenə bir yerdə olub, əl-ələ verib, Xalid kimi, Elmir kimi, Müşfiq kimi, digər qəhrəmanlar kimi övladlar yetişdirməliyik ki, onlar üçün yəni, vətən sevgisi hər şeydən üstün olur. Və Rüsət nənəyə biz həmişə söhbət edən zamanda o həm heç bir zaman heç nə istəməyib. Deyib ki, mən ən çətin günləri görmüşəm artıq. Amma bu gün o bura fəxrlə, qürurla gəlir. Çünki onun o deyir ki, onun oğlu məhz müqəddəs amal uğrunda şəhid olur. Onun oğlu məhz o yolu özü seçir. Və siz biləsiniz ki, daim bu müqəddəs xiyaban ziyarət olunur bizim insanlarımız tərəfindən. Məktəblərimizdə, universitetlərimizdə, kolleclərimizdə mütəmadi silsilə tədbirlər keçirilir. Bəli, mən sizin hər birinizə öz minnətdarlığımı bildirirəm və Bayaq Qorxmaz müəllim də çıxışın əvvəlində vurğuladı. Birinci Qarabağ müharibəsində bizim burada olan insanların çoxusu hər biri döyüşmüşdü və o zaman həqiqətən də o insanlar əli yalın, ayağı yalın demək olar ki, düşmənlə mübarizə aparmışlar. 4 il ərzində, 5 il ərzində demək olar ki, ən çətin günləri görürlər. Amma vahid komandanlıq olmadığından bizim torpaqlarımızın 20%-dən çoxu işğal olunmuşdur. Amma bugün bizim xoşbəxt millətik ki, bizim cənab prezident kimi, cənab ali başkomandan kimi güclü liderimiz var. Həm daxili, həm xarici siyasəti aparır və daim şəhid övladlarına, qazilərə, şəhid ailələrinə diqqəti göstərir. Yəni o şəhid övladları ilə, şəhid ailələri ilə söhbət edən zaman onun necə həssas yanaşdığını biz görmüşük dəfələrlə. Və hansı ki 2 il bundan öncə olan Zəfər Paradının Xankəndində keçirilməyi bu bizim şəhidlərimizə, qazilərimizə verilən bir dəyərdir. Mən sizin hər birinizə başsağlığı verirəm. Allah sizə səbir versin. Digər övladlarınızın gözəl günlərini görməyi nəsib eləsin. İnanın, baxın, heç bir şey təsadüf deyil. Şamama nənə 1-ci Qarabağ müharibəsində əlində avtomat Azərbaycan oğulları ilə, kişiləri ilə döyüşür. 30 il və yenə də kəndi, torpağı işğal olunur. Yenə gəlir 30 il yenə cəbhəyanı ərazilərdə öz qızı ilə birgə əskərlərin, hansı ki təkərlərin daşınmasından tutmuş, digər işlərdə iştirak edir və nəhayət 44 günlük müharibədə yenə nəvəsini şəhid verir. Bu gəlmir, amma bizim bütün analarımız daim buranı ziyarət edir. Bütün millətimiz, cəmaatımız həmişə, hər gün burada yeni insanlar, bəzən gəlirsən məktəblilər gəlir, bəzən gəlirsən həkimlər gəlir, müəyyən idarələrin işçiləri gəlir. Yəni biz hər birimiz bu dünyadan köç edib gedəcəyik, ancaq bu müqəddəs yer, bu qəhrəman oğullar daim ziyarət olunacaq. Onların adlarına Ağdamda bilirsiniz, bütün şəhidlərimizin adına küçələr verilir. Onların hər birinin öz doğma kəndlərində onların hər birinin lövhələri var. Onların bütün kənddə olan insanlar bu qəhrəman oğulları tanıyırlar. Çox minnətdarlığımı bildirirəm burada iştirak edən hər kəsə. Allah birliyimizi pozmasın, dövlətimizi qorusun, ordumuzu qorusun. İnşallah yeni qələbələr qazanır. Minnətdarlığımı bildirirəm. Həmişə Elmir haqqında danışanda onun ən birinci danışdığı söz Elmirin əsli, nəsli, kökü olan babası da döyüşçü olub. 41-45-ci ilin müharibəsində. İndi onun missiyasını davam eləyən bizim Elmir qardaşımızın bacısı qızları var. Mən onların hər birinə, hər ikisinə də təşəkkürümü bildirirəm. Onlar bir ailədə 4 uşaq məktəbə gedir və o ailədə o uşaqların nə paltarı var, nə kitabları var, nə dəftərləri var, nə qələmləri var. Heç bir şey yoxdur. O qızlar ikisi də, 2 bacı. Onlar yığdıqları pulu həmin ailəyə köməklik edirlər. Hansı ki o uşaqların həm kitab, qələm, dəftər alınmasında, sumka alınmasında, 4 uşağa pal-paltar, o cümlədən ərzaq alıblar. Bilirsiniz, bax, kimdir onlar? Elmirin bacısı qız. Bax, belə
eləmək, belə işlər, belə görəndə adamın ürəyi açılır. Allah sizə dəyməsin. Və o cümlədən onların hər bir əlinin əməyi var. O bizim istər Ağdam şəhid ailələrinin, istər Bakıda yaşayan, Sumqayıtda yaşayan şəhid ailələrinin hamısının evində onların əl işi var. Kimdir onlar? Elmirin bacısıdır. Bax, şəhidimizin adını yüksəldirlər. İstər burada, istər Azərbaycanın bütün bölgələrində. Mən onlara böyük təşəkkürümü bildirirəm. Allah sizi var eləsin. Bax, dayınızın adını yüksəldirsiniz, sizə böyük təşəkkürümü bildirirəm. O cümlədən Zümrüd qızımız rəqs keçir uşaqlara. O uşaqlara onu keçəndə şəhid ailəsi olanda, qazi uşağı olanda onları nəzərə alır həmişə. Dəyərləndirir. Mən böyük təşəkkürümü bildirirəm. Və indi mən Elmir qardaşımızın, döyüş yoldaşı, bizim əziz dostumuz Elşən müəllimə söz vermək istəyirəm. Buyurun Elşən müəllim. Kardeşim xanın adından, öz adından hər birinizə baş sağlayın. Lakin mənim müqəddəs borcumdur. Biz xanı ilə bir təşkilatda xidmət etmişik. Bir yerdə dost olmuşuq. Bütün şəhid tədbirlərində iştirak etmişik və orta məktəb uşaqları ilə kolleclərdə vətənpərvərlik haqqında tədbirlərdə Xan qardaşımızın böyük təşəbbüsü olub və bildiyiniz kimi 44 günlük vətən müharibəsində bir Ağdamda yerli batalyon yaran, tabor yaranıbdır və Elmir qardaşımız da həmən taborda iştirak edir. Və xanı Allah rəhmət eləsin. Həmişə deyirdi ki, mən daimi onu koruyurdum və bütün o öz maşını ilə o təminatı daimi Elmir qardaşımız aparardı. Ən təhlükəli yerlərə burada bizim döyüşçü qardaşlarımız var, Siyavuş qardaşımız var, Bəxtiyar qardaşımız var, həmən döyüşdə, həmən o 44 günlük vətən müharibəsində iştirak edənlər, Rızvan qardaşımız var. Yəni bunlar o döyüşdə iştirak edən bir şəxslər olublar və bu da bildirir ki, Ağdam həmişə vətənpərvər, həmişə torpağını qoruyan rayon olubdur. Tək Ağdamı qorumuyor. Ağdam ətrafı rayonlarda da döyüşlərdə iştirak edibdir. Birinci Qarabağ müharibəsində bütün rayonların Azərbaycanın gözü Ağdamda idi. Niyə ki, Ağdamın belə qeyrətli oğlanları var idi. Öz ciblərindən pul verib sursat alırdılar, silah alıb düşmənə qarşı döyüşürdülər. Bizim şəhidlərimizin 1-ci Qarabağ müharibəsinin şəhidləri və 1-ci Qarabağ müharibəsinin döyüşçülərinin səbəbinə 80% torpağımız bizim özümüzdə qaldı. Və o misiyanı davam etdirmək üçün həmən o şəhidlərin, həmən o döyüşçü qardaşlarımızın övladları, qardaş uşaqları, bax bu igidlərimiz o misiyanı davam etdilər. Və bizim işğalda olan torpaqlarımızı bir dəmir yumruq olaraq Ali Baş Komandanın ətrafına yığışdı və torpaqlarımızı azad etdilər. Və mən bir daha hər birinizə öz təşəkkürümü bildirirəm. Burada şəhidlərimizi daimi anan insanlar var. Hər biriniz təşəkkürümü bildirirəm. Şəhidlərimiz bizim baş tacımızdır, bizim qiblagahımızdır, bizim ziyarətgahımızdır. Hər birimiz onları yad etməliyik. Allah hər birinizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. İnsan odur ki, kiməsə əl tutasın. Bəli, elə ən böyük insan odur birinci Allah insan. sizi xoşbaxt eləsin bala. Amin. Sizə Allah üzünüzü ağ eləsin. İnsan verirlər gedib bir Bəli. yarın yeyib çıxmışlar. Hə. Tam onların əl işi, bütün şəhid evlərində var. Bəli. Hamımız bilirik ki, sən özün xəstəsən, yaşlısan, gəlib gedə bilmirsən, hər saat gəlib getmək, Bakıdan bura gəlib getmək. Amma hər bir vətəndaşın borcudur gəlsin ziyarət eləsin. Nəinki şəhid ailələri, bütün vətəndaşların borcudur. Çünki Ben 2019'da gitmişti. Ad günün orada keçidi. 2020'de zadələdi. Dedim ama altta yukarı kalktı yüzüme baktı. Dedim ama arzumun birine çattım kaldı biri.
Dedim o ne arzudayım aman kurban. Elə bildim indi neyse var mı, dövlət mi arzu et. Dedi şəhid olmaq. Bak onun özünün adı haqqı. Həmişə oturanda onu. Dəyəndə belə qılçamı çəkdim, başı tıp dəydi yerə. Dedim mən də deyirəm kişi gedir meşədə də nə arzu edib, başın qaldı. Dedi sən o Quran oxusan, özün mənə məcbur eləyərsən ki, get şəhid ol. Eşler geldi yatanda rahat yatar, üstünden sarılır. Allah Xudavəndələ xanının da yerin cennet eləsin. Xanı 30 ildir xanı zulüm çəkdi. Ama bu ölüm xanıya yaraşmır. Bu qabırsanlı xanıya yaraşmırdı. Xanı burada kaş Emin öləndə ölüydü xan. Eminlə elə burada xanın özünün komandırıyla, saldatıyla tutmasını. Xanı kimlik elə bildinə ki, xanı oxumamış general, oxumamış polkovnik gibi. Xanı ilan kimi qabıq tutuydu, o düzdərdi. Amma bu ölüm ona yaraşmır. Heyf xanı.